dostlar bilin, heç şey mənə gəlmir çətin. Sözüm sözdür dostlar bilin, heç şey mənə gəlmir çətin. Göz yaşı kimi dupduru bulaqlar, dağların göylərlə öpüşən zirvələrindən baş alıb, ətəklərini yuyaraq sürətlə axıb gəlir. Məcraları güclə nəzərə çarpan bu bulaqlar, başqa bulaqlarla görüşərək birləşir, səs-küylü nadinc bir axına çevrilir. Sahələri geniş və gözəl mənzərəli olan bu axın vadilərə axıb gedir. Tarlalardan, düzlərdən, çöllərdən keçən suyun yolu çox uzundur. Onun yolu uzandıqca daha çox bulaqlar, kiçik çaylar rastına çıxır və nəhayət bu axın güclü bir çay olur. Çay nə gündüz, nə gecə rahatlıq bilmədən gurulduyaraq, dalğalanaraq axıb gedir. Öz gözəlliyini yerin gözəlliyinə qoşur, öz gücünü yerin gücünə, öz qüdrətini onun qüdrətinə qatır, insanlara xoş güzaran və saadət gətirir. Öz dirilik suyu ilə o əkinlərin, kolların və ağacların köklərini doydurur. Onun ecazkar qüvvəsi bitkilərin yarpaqlarına və gövdələrinə dolur. Tumurcuqları çiçəklərin ləşəklərini açır. Zoğ-zoğa, yarpaq-yarpağa, şaxə-şaxəyə, budaq-budağa, məhsul-məhsula, gözəllik-gözəlliyə qoşulur. İnsanların ürəklərinə fərəh gəlir, arzular çiçəklənir. Kəşmirlilərin qədim məhəbbət dastanı da bu xeyirli çaya bənziyir. Srinagar şəhərini kəsib keçən, bütün Kəşmir vadisini, ətrafdakı bütün bağları və tarlaları suvaran Cilam çayında üzərkən, biz məhəbbət mahnıları eşidirdik. Kəşmirli dostlarımız bizə danışırdılar ki, əsrlər boyu mühafizə olunmuş bu mahnılar, sanki əlçatmaz qoca zirvələrdən axıb tökülərək, xalqın ürəyini taqətə gətirirdi. Bu mahnılar, bahar çiçəyi Nərgizin və arılar hökmüdarı İgid Bamburun gözəl məhəbbəti haqqındadır. Xalqın ən şirin arzu və istəklərini bildirən, dağ çayı kimi təmiz olan bu səmimi mahnılar, ağızlardan ağızlara, nəsillərdən nəsillərə, əsrlərdən əsrlərə keçir. Sevənlərin mətanətini, sədaqətini daha da möhkəmlədir. Əzab, istirab çəkənlərə ümid verir, onları ruhlandırır, qanadlandırır, əzabı, əziyyəti dəf etməkdə, bədbəxtlikdən xilas yolu tapmaqda onlara kömək edir. Cilam suları üzərində səslənən Kəşmir mahnıları xalqın qədim keçmişini yada salırdı və gənc yiğitlər çiçək və quş adı ilə mahnılarda tərənnüm edilmiş öz vəfalı sevgililəri ilə bizim qarşımızda canlanırdı. Bu mahnılar bizi mütəəssir etdi. Düşüncələrə dalaraq biz də oxuyanlara səs verirdik. Biz bu mahnılardan birini indi sizə oxuyaq. Gözəl vadidəki çəmənlər öz parlaq bəzəyi ilə bərq vururdu. Gözləri oxşayan, ürəkləri ruhlandıran, üstünə şeh və səhər şəfəqləri çilənmiş, göz qamaşdırıcı müxtəlif çiçəklər nadinc-nadinc parıldaşırdı. Bir-birindən gözəl çiçəklər bəhsə girişərək bəzəklərini, əlvan rənglərini, qəribə yarpaqlarını, bol qönçələrini tərif edirdilər. Hər baxanda
min bir rəngə çalan bu çiçəklər elə bil səhər şəfəqlərinin bütün rənglərini əks etdirirdi. Geniş vadi canlanmışdı. Bunlar çiçəklər deyil, sehirli baharın gəlişini yaşıllıqlar içində bayram etmək üçün toplaşan şux qızlar idi. Güllü çiçəkli çəmənlər dağların ətəklərinə qədər uzanırdı. Çiçəklərin ətrindən nəşələnərək xoş avazlı şən quşlar o baş bu başa uçuşur, xəndan olmuş çiçəklərə və açılmasını səbirsizliklə gözləyən qönçələrə tamaşa edir, gecə-gündüz aramsız oxuyurdular. Quşlar öz cingiltili şirin nəğmələrində bu çiçəklər dünyasına tərif qoşur, çiçəklərin məhəbbətini tərənnüm edirdilər. Vadidə çiçəklərin hamısından əvvəl bütün dünya şairlərinin tərif etdiyi yaraşıqlı nərgiz açılmışdı. Yer üzündə elə quşlar varmı ki, nərgizin gözəlliyinə biganə qalsın, onun eşqi ilə çırpınmasın, onun gözəlliyinə doyunca baxmaq istəməsin. Budur, nərgiz öz ağ ipək paltarı üstündən bənəfşeyi məxmər örtüyə bürünmüşdür. Onun başında tac kimi qızıl tozcuqlar parıldaşır. Şərit kimi uzun yarpaqlar onun üzərində yaşıl ipək örtük kimi yellənir. Yaz səhərinin işığından gözləri qamaşan nərgiz yerində donub qalmışdır. O gəncliklə, baharla bağlı xəyallar içində sevincək dayanmışdır. Lakin onun qara gözləri kədərlidir. Bu gözlər kiminsə dərdini çəkir, həsrətini çəkir. O gözləyirdi. Onun arzuları alışır, ürəyinə hərarət verirdi. Ətrafda isə bütün geniş vadini quşların civiltisi, bülbüllərin cəhcəhi bürümüşdü. Nərgiz nəzərini uzağa, sevgilisini gözlədiyi yollara zillədikdə, onun ürəyindən bir mahnı qopdu. Yer üzündə yaranmış bütün məhəbbət mahnılarının hamısından zərif, mehriban və mülayim bir mahnı. Harda qaldın yar gəlmədin, gəl, yollarda qaldı gözüm. Gəl sevgilim, yuxum qaçmış, həsrətinə necə dözüm? Yaz gələndə güllər açar, müsafirlər çıxar yola. Niyə gəlib çıxmadın sən? Gəl boynuma qolum dola. Səhər, axşam gözüm yolda, hey keçirsən ürəyimdən. Gəl çiçəklər arasında, gözləyirəm yolumu mən. Harda qaldın yar, yar gəlmədin yar, gəl yollardan qaldı gözüm. Gəl sevgilim gəl, yuxum qaçmış, həsrətinə necə dözüm?
çiçekler arasında gözləyirəm yolunu Göz yaşları qəmi, qüssəni azaltdığı kimi, tənha Nərgizin sakit mahnısı da ona təskinlik verirdi. Ona elə gəlirdi ki, bu mahnı həsrətini çəkdiyi görüşü yaxınlaşdırır. Qız Nərgiz çoxdan bəri dağlardan qopub çiçəklər vadisinə düşmüş, soyuq daşa söykənərək dərd çəkirdi. Qız iri qara gözlərini yumdu. Qalxın dostlar, əyilməyin, dağ tək möhkəm durun siz. Qalxın dostlar, əyilməyin, dağ Onun qarşısında o qədər aydın görünür. Mahnının sözləri nə qədər nəvazişli olursa, sevgilisi də Nərgizə o qədər yaxın görünür. Sanki lap onun yanına gəlib, səylə hörülmüş saçlarını sakitcə sığallayır, çəkinə-çəkinə aralı dodaqlarından öz sevgilisinin yadında da qız həmişəlik belə qalmışdır. O oxuyur və öz cazibəli mahnısının ahənginə uyğun titriyirdi. Bu mahnı ilə qız uzaqlardan sevgilisini çağırır, ona öz dərdini açıb deyirdi. Çiçəklər Nərgizin mahnısını diqqətlə dinləyir. Öz bamburunu axtaran qızın dərdinə şərik olur. Bütöv bir dənizin suları ilə sönə bilməyən saadət yanğısını tamamilə duyurdu. Qız isə öz sevgilisini axtarıb tapmağa və onunla güllü çiçəkli vadidə görüşməyə qərar verdi. Onun bu görüşü olan inamı hamıya qəribə görünürdü. Hamı bilirdi ki, Nərgizin arzuları yerinə yetsə, onun məhəbbəti daha da güclənəcək, artacaq, daha qadir və yenilməz olacaqdır. Belə bir məhəbbətin gücü ilə sahilsiz, fırtınalı dənizlərdən keçmək olar. Belə bir məhəbbətin gücü ilə uçsuz, bucaqsız, qızmar səhralardan, həmişə qalın dumanlara bürünən uca dağların buzlu zirvələrindən keçib getmək olar. Elə bir maniyə, elə bir çətinlik yoxdur ki, əsl məhəbbətin gücü şərəflə öz məqsədinə çatmaq üçün onları aradan qaldıra bilməsin. Sevgilisi nə qədər uzaqda olsa da, onunla qovuşmaq yolu nə qədər çətin və daşlı kəsəkli olsa da, Nərgiz şübhə etmirdi ki, o bütün maniyələri üstələyəcək. Onun xeyirxah məhəbbəti qalib gələcək. Qəlbində bəslədiyi məhəbbət sevgilisinə qovuşmaq üçün ona yol göstərəcəkdir. Quşlar ondan soruşdular: Aman Nərgiz, yolun ağır, çatacaqmı səbrin axır? Aman Nərgiz, bu yolda sən çox əzablar çəkəcəksən. Sözüm sözdür dostlar, bilin, heç şey mənə gəlmir çətin. Yollarını boran alsa, yanar qumlar yerin olsa, çaylar daşıb yerbəyerdən yollarını kəssə birdən, söylə qəlbin dözərmi heç bu əzaba əziyyətə? Bir de Nərgiz, dodaqların başlamazmı şikayətə? Boran mənə kar eləməz, xorud məni xar eləməz, səhraların yanar qumu alışdırsa əgər məni, çaylar yusa bənd bərəni, çatar yenə cəsarətim, qəlbim bilməz qorxu nədir, eşidilməz şikayətim. Bu sözlər nəğməyə çevrildi. Nərgizlə quşlar mübahisəyə girişdilər. Aman Nərgiz yolun ağır, çatacaqmı səbrin ağır? Aman Nərgiz bu yolda sən çox əzablar çəkəcəksən.
bilin, heç şey mənə gəlmir çətin. Sözüm sözdür, dostlar bilin, heç şey mənə gəlmir çətin. Yollarını boran alsın, yanar buğday yerin alsın. Çaylar daşır yerməyirəm, yollarını kəsəmirəm. Söylə qəlbin dözərmiş, bu əzaba əziyyətə. Bir də nərgiz dodaqların başlamazmı şikayətə? Səhraların yanarımı alışdırsa əgər məni. Qəlbim bilməz qorxu nədir, eşidilməz şikayətim. Açılmaqda olan səhərin ayazında Nərgiz saf məhəbbət haqqında oxuyurdu. Bülbüllər onun sədaqətini, vəfalı olmasını tərənnüm edirdilər. Bütün quşlar, bütün çiçəklər ona diqqətlə qulaq asırdılar. Qız rəqs edə-edə güllü çiçəkli vadini gəzib dolanırdı. Quşlar cəhcəh vurub ötürdülər. Bu fərəhli mahnılar uzaq kəndlərə gedib çatırdı. Bu kəndlərin qızları isə quşların və Nərgizin mahnılarına öz şirin nəğmələri ilə cavab verirdilər. Bütün uçsuz bucaqsız vadini mahnı səsləri bürümüşdü. Bu səslər aşıb daşan və bir-birinə qovuşan güclü çayların suyu kimi getdikcə artıb çoxalırdı. Çaylar daşır yerməyirəm, yollarını kəsəmirəm. Söylə qəlbin dözərmiş. Saysız hesapsız quşların təranələri altında rəqs edən Nərgiz birdən qızların mahnılarını eşitdi. Bir qədər duruxdu və əl çalıb yenə rəqs etdi. Nərgizin rəqsinə tamaşa edən hər kəs onun necə rəvan süzdüyünü, başını dik tutduğunu, gözlərində xoşbaxtlığın necə alışdığını görür və başa düşürdü ki, onun məhəbbəti öz qarşısına çıxan bütün maniyələri aradan qaldırmağa, bütün sınaqlara və əzablara dözməyə qadirdir. Mahnılar deyən bu vadidə qızın rəqsi xeyli çəkdi. Nərgiz böyük bir daşın yanında dayandı. Onun üstünə çıxıb yerə əyildi, yenə də öz xəyalları aləminə qayıtdı. O öz məhəbbətini, sevimli bamburunu düşünürdü. Bu vaxt daşın dalından boylu buxunlu qırmızı lalə ayağa qalxdı. Onun yarı açılmış ləçəkləri göründü. Sədaqətli rəfiqə bu ləçəklərin al qumaşına bürünüb gülümsüyərək Nərgizə yaxınlaşdı. Bu qızın da sədaqət və əqlinə valih olmuş çiçəklər onu gülər üzlə, ehtiramla dövrüyə aldılar. Rəfiqəsinin qara gözləri par-par yanırdı. Onun sıx çatma qaşlarına sanki vəsmə çəkilmişdi. İpək kiprikləri gözlərini bir qədər örtmüşdü. Düz bədəni, uca boyu ona lalə deməyə haqq verirdi. Onun əynindəki hər şey, paltarı da, örtüyü də, başındakı papaq da qırmızı idi. Zümrüd sırğalarının rəngi lalə yarpaqlarını xatırladırdı. Nazik boynunda göy muncuqlar görünürdü. Lalə öz əllərini nəvazişlə Nərgizin çiyinlərinə qoydu və onun halına yandı. Sənə nə olub əziz bacım? Niyə qəmlisən? Dərdin nədir? Məhəbbət. Dərd çəkmə.
Kim bütün varlığı ilə ürəkdən sevirsə, o qalib gəlir. Əsli məhəbbətin qabağını heç bir mane kəsə bilməz. Sən öz arzularına çatacaqsan. Pəhlivan Bamburun gələcək. Bəlkə də indi o səni görmək üçün yol axtarır. Bəlkə də uca dağlardan aşıb, qalın bağlardan keçib bura gəlir. Qız Lalə yavaş-yavaş Nərgizi sakit etdi. Onun ürəyindəki ümmidi və inamı möhkəmlətdi. Elə bu vaxt güllərin arasından bərbəzəkli qızıl gül ayağa durdu. O da öz rəfiqələri kimi bu baharda dirçəlib açılmışdı. Qızıl gül gələn kimi rəfiqələrin söhbəti qızışdı. Çiçəklər məhəbbət haqqında pıçıldaşanda, quşlar sədaqət barədə oxuyanda, ətraf kəndlərdəki qızlar isə bulaq suyu kimi təmiz səsləri ilə saadət mahnıları deyəndə, Nərgiz təskinlik tapdı. Hündür ağdaşın üstündən düşüb gəldi. Bütün nəğmələrə diqqətlə qulaq verdi. Kim çiçəklərin, quşların dilini başa düşürsə, o həmin nəğmələri belə tərcümə edərdi. Hər bağın, hər bağçanın bəzəyidir gül çiçək. Gözəl olur bağda gül, gözəllərin xalı tək. Al ipək geyinibdir güllərin tacı lalə, bənəfşə qızıl gülə olubdur bacı lalə. Çox qönçələr böyüyür, açılır çox çiçəklər, çox nəğmiyə yurd olur arzusu bol ürəklər. Tək Nərgizin nəğməsi hər nəğmədən əzizdir. O hamıdan vəfalı, o hamıdan təmizdir. Qalxsın çöl çiçəkləri, bülbüllər uçsun bura, saf eşqindən Nərgizin ürəklər gəlsin şura. Nəğməmizi eşitsin, tapsın yarını bambur, iki könül bir olsun, çilənsin üstünə nur. Her bahçe
yeryüzündəki bütün rəngləri əks etdirən və öz gözəlliyini güllü vadiyə bəxş edən çiçəklikdə həyat və məhəbbət nəğmələri hər tərəfə yayılır. Gah qızların incə nəğmələri, gah bülbüllərin cəhcəhi, gah da otlaqlarda gəzib dolaşan çobanların tütək çalması ürəklərdən dərdi qəmi dağıdır. Bağlarda, ağacların kölgəsində, işıqlı çəmənlərdə, əbədi çağlayıb gedən çayların sahillərində nəğmələr oxunurdu. Bu nəğmələrdə Nərgizlə Bamburun həyatı, dostluğu və məhəbbəti tərənnüm edilirdi. Rəfiqələr nəğmə sədaları altında Nərgizin dövrəsində rəqs etdikləri vaxt birdən qara buludlar göy üzünü bürüdü. Şiddətli soyuq külək onları götürüb apardı. Bütün çiçəklərə, otlara ölüm gətirən amansız qara boran çiçəkliyə soxuldu. Güllərin ləşəklərini tikanlarla deşməyə, gövdələrini sındırmağa, ağacları qırmağa başladı. Gözəl və geniş vadi zülmətə qərq oldu. Nəğmələr sustu, qorxudan tir-tir əsən bağların üstündə indi təkcə boran uğulduyur və uluyurdu. Boran hara üz tuturdusa, hər şey orada tələf olur, uçub dağılırdı. Dağlarda ıldırım çaxır, şimşəklər oynaşırdı. Boran elə bir qəzəblə uluyur, elə bir qüvvətlə çırpınırdı ki, göylərlə öpüşən uca dağları elə bil indicə yerindən qoparıb vadinin üstünə tökəcək. Həyatın, insanların və bitkilərin yer üzündən kökünü kəsəcəkdir. Boran getdikcə coşur, daha da qəzəblənir, zülmət və soyuqda eşələnirdi. Çiçəklər tələf olur, ölənlərin rəfiqələri isə qaralır, sanki matəm paltarı geyibdilər. Elə bil Boran, ölü kəlləsinin göz çuxurları kimi dərinə düşmüş gözləri ilə ətrafı seyr edirdi. O sümükləri çıxmış barmaqları ilə ağacların budaqlarını tutub sındırırdı. Sanki ağ bir skelet əzilib tapdanmış tarlaların üstündə rəqs edir, çiçəkləri tapdalayır, bağları yerlə yeksan edirdi. Sanki Boranın gücü durmadan sürətlə artır, hər şeyi uçurub dağıdır, ətrafa hərc-mərclik, çaxnaşma, fəlakət yayırdı. Boran bu yerlərə soxulub, yer üzündə bütün gözəlliyi, saadəti yox etmək, İnsan əməyi ilə yaradılmış hər şeyi, onun bütün sərvətini, dövlətini məhv etmək istəyirdi.
şiddətli zərbələrə dinməzcə dözür, quşlar əsən budaqların arasında qorxa-qorxa gizlənirdilər. Boran yerə şaxtalı qar gətirdi. Çiçəklikləri qəzəblə alt-üst etdi. Həyatın, çiçəklərin, boy-buxunlu cavanların və incə qızların gözəlliyinə, quşların saadətinə, sıx bağların məhsuldarlığına onun paxıllığı tutdu. Hər bir təzə qönçə, açılmış çiçəyin hər bir ləçəyi tikan olub onun gözlərinə batırdı. Onun qəzəbini artırırdı. Güllü çiçəkli vadilərin nəğməsi, məhəbbət və sülh sədaları onun qara qəlbini parçalayırdı. Boran qəzəbindən çatlasa da aciz qalıb qasırğanı köməyinə çağırdı. Nərgiz quduz boranın basqınından, qasırğanın dondurucu qəzəbindən törüyən fəlakəti görüb, öz rəfiqələrini təhqir edilmiş çiçəklikdən apardı. Qasırğa, məhəbbət və həyatın təcəssümü olan Nərgizi nahaq yerə axtarırdı. O qızı tapmadı. Yırtıcı heyvan kimi qəzəblə bağıra-bağıra çiçəklikləri tapdadı, yerlə yeksan etdi. İri daşları alt-üst edib hər tərəfə yağdırdı. Nərgiz öz rəfiqələri ilə xəlvət bir yerdə gizləndi. Qasırğa onu tapmadı. Elə bil Nərgiz onu ələ salaraq qeyb olmuşdu. Bu da qasırğanın qəzəbini daha da artırmışdı. Elə bil onun bütün gücü, qüdrəti Nərgiz üçün heç kim idi. Bəlkə də Nərgiz sevinir, gülür, hardasa qasırğanı ələ salır ki, onu axtarıb tapa bilməmiş, onunla bacarmamışdır. Kimdir mənə tabi olmaya? Kim mənim qabağımda dura bilər? Hani o hayatsız çiçək qızlar? Mən yenə də gələcəyəm. Mən bütün bağları tarımar edəcəyəm. Ağacları kökündən çıxaracağam. Vadiləri qəbristana, səhraya döndərəcəyəm. Kim mənim gücümə inanmır? Kim mənimlə gücünü sınamaq istəyir? Kim mənimlə güləşmək istəyirsə, çıxsın qabağa. Mənim hər üfürməyim düşmənə ölümdür. Bamburun məhəbbətindən əldən dildən düşən Nərgiz hanı? Hanı onun rəfiqələri? Gəlin təslim olun. Yoxsa sizin bu baharınızı payıza döndərərəm. Çiçəklərdən səs çıxmadı. Gizlənmiş çiçəklər qasırğanın uğultularına diqqətlə qulaq verərək susurdular. Qasırğa isə kimsəsiz vadidə ac qurd kimi hey uladı, uladı, bağların üstünə qalxaraq öz qara sürüyə bənzər qardaşlarının bütün mənfur qüvvələrini harayladı. Öz nəhəng pəncələrini qaldıraraq bağırdı, göyü, yeri zülmət bürüdü. Yenə göy güruldadı, ıldırım şaxıdı, şiddətli yağış yağdı, dolu töküldü. Çayların suyu artdı, sahilləri su bastı. Dəhşətli daşqın mənzərəsi də qasırğanın qəzəbini soyutdu. O ətrafda hər qarışı araq-varaq etdi. Ondan qaçıb gizlənən və bamburu sevməyə cəsarət edən Nərgizi onun rəfiqələrini axtarmağa başladı. Qasırğa xəstəlik və fəlakət yayan qəddar və amansız xorudu köməyə çağırdı. Ey xorud! Gəl bura dostum! Yerlə yeksan olmuş şeylərdən, viran qalmış bağlardan, parça-parça olmuş qayalardan keçib gəl. Onların nəfəsini kəs, salamat qalan hər şeyi
məndən qaçıb gizlənənləri, mənim gücmə təslim olmayanları, mənim gözümdən yayılanları məhv et, onları qır. Ey Xorut, tez gəl bura, ey Xorut! Bu çığırtını eşidən çiçəklər daha yaxın gəlib bir-birinə qısıldılar. Nərgizin rəfiqələri dərindən ah çəkib ona pənahlandılar. Ölüm onların başı üstünə almışdı. Tək bircə baxışı ilə insanları qıran Xorut onlara tərəf gəlirdi. Xorut qara bulud və öldürücü duman kimi yerə sərilir, bağların köklərinə işləyir, yarpaqları büzüşdürür, gövdələri bükürdü. O dözülməz ağrı ilə çiçəkləri sancırdı. Çiçəklər isə dodaqlarını sıxır, bütün əziyyətlərə dözürdülər. Qasırğa isə uluyurdu. Təslim olun! Təslim oldunuzmu? Yoxsa bu da sizə azdır? Bütün quşların əvəzinə, bütün çiçəklərin adından Nərgiz qasırğıya belə cavab verdi. Yox, biz sənə tabe olmarıq. Qasırğa ilə Xorut öz qüvvələrini birləşdirdilər. Ətrafda hər şey, küləyin hücumları, soyuq və zülmət içində donub qaldı. Quşlar çığırışır, bülbüllər əzab içində çapalayır, çiçəklər isə dözülməz ağrılara dinməzcə tab gətirirdilər. Zülmətin, küləyin içərisindən qasırğa bir daha güruldadı. Axırı təslim oldunuzmu? Hər tərəfdən onun eşitdiyi bu sözlər oldu. Yox, 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 yox. Qasırğa və Xorut sanki istədiklərinə nail olmuşdular. Boranın şıltaqlığından, daşqından, dolu yağmasından sonra güllü çiçəkli vadi səhraya çevrilmişdi. Nə bir yaşıllıq, nə bir çiçək, nə bir ağac qalmışdı. Burada quşlar oxumurdu, bülbüllər susmuşdu, bulaqların suyu kəsilmiş, çaylar qurumuşdu. Daha qoyun sürüləri burada otlamır, əkinçilərin səsləri eşidilmirdi. Dinc, xoşbaxt həyatın qəddar düşmənləri olan qasırğa ilə Xorut, hara gəlirdilərsə, torpaq ona əl vuran hər kəs üçün təhlükəli olurdu. İnsan ayağa hara dəyirsə, ordaca yanır, quş uçarkən qanadları ütülürdü. Öz əməyi ilə bəşəriyyəti yedirdib bəsləyən əkinçilərin düşməni olan Xorut, bitkilərin gövdələrinə yapışıb, onların şirəsini sorur, onların bitdiyi yeri zəhərləyirdi. Xorut, qurumuş ağacların qabığı ilə, üstündə yarpaqları qaralmış və kal meyvələri soluxmuş budaqlarla özünü bəziyirdi. Onun iri, şüşə kimi cansız, bərəlmiş gözləri nəyə baxırdısa, onu məhv edirdi. O aclıq, fəlakət və bədbəxtlik gətirən ağır ölümün cartısı idi. Xorut, sinəsinə xəncər sancılmış kimi xırıltı ilə öz mahnılarını bağırdıqdan sonra məhv olmuş bağlarda iblis kimi rəqs edir, qurumuş ağaclarla əhatə edildiyini görüb sevinirdi. Bu da şadlıqdır, hələ bu harasıdır. Mən hələ öz gücümü göstərməmişəm. Mən burada hər şeyi qıracağam. Ətrafda, yer üzündə nə varsa hamısını məhv edəcəyəm. Nə qədər ki, mən yer üzündə gəzirəm, nə yerdə, nə dağlarda, nə yamaclarda gərək heç bir şey,
hiçbir şey bitmesi. Ağaçlarda bir dene tumurcuk, bağlarda bir dene çiçek, tarlalarda bir dene bitki göyermesin. Ne bir bağ, tarla, ne de çemen olmasın. Sahra! Her taraf sahra olmalıdır. Benim ayağım hara değilse, ora sahra olmalıdır. Yeryüzünde hayattan hiçbir eser alamet kalmayacaktır. O buz kimi soyuq gözlərini bərəldərək nifrətlə ətrafa baxır, quru, solğun yarpaqlara yapışmış, uzun və arıq əllərini havada oynadırdı. Xorud qara buludları köməyə çağırıb yenidən nəşə ilə bağırır, uluyur, oynuyur və oxuyurdu. Bu rəqs onun şadlığını göstərirdi. Onun vəhşi mahnısı təntənə ilə səslənirdi. Yerdə və göydə getdikcə coşan qasırğa onun mahnısına qoşulurdu. Onların ulaşması şimşəklərin səsini batırır, ətrafdakı torpaqları titrədirdi. Lakin yerin dərinliklərindən Nərgizin sakit və mehriban nəğməsi qalxıb ətrafa yayılırdı. Onun ürəyindən qopan bu musiqini nə şər qüvvələrin şadlıq səsləri, nə onların vəhşi tappıltıları batıra bilmirdi. Çünki Nərgizin sakit səsində yenidən dirçələn, ölməz, əbədi bir həyatın gücü duyulmaqdaydı. Harda qaldın yar, yar gəlmədin yar, gəl yollardan qaldı gözüm. Gəl sevgilim gəl, yuxum qaçmış həsrətinə necə dözüm. Yaz gəlir də güllər açar, müsafirlər çıxar yola. Niyə gəlib çıxmadın sən? Gəl boynuma qolundan. Səhər axşam gözüm yolda, hey keçibsən ürəyimdən. Gəl çiçəklər arasında gözləyirəm yolunu mən. Qız çiçəklər
Nərgizin nəğməsinə səs verirdilər. Yerin altından ışığa tərəf özlərinə yol açırdılar. Bütün vadi onların məhəbbət, ümid və arzularla dolu nəğməsinə diqqətlə qulaq asırdı. Yerin dərin qatlarından qalxan bu mahnı sanki qupquru qurumuş bağları dirçəldir, tapdalanmış ölü vadilərə yenidən həyat verirdi. Qızların nəğməsi bu vaxta tək uluyaraq şadlığından atılıb düşən xorudu heyrətə salıb qorxutdu. O səsini kəsdi. Qızların bu gümrah nəğməsinə diqqətlə qulaq asdı. Qorxa-qorxa qayaların, daşların arasında gizlənərək sürünüb dağlara tərəf getdi. Yerin altından qalxaraq hələ sakitcə, çəkinə-çəkinə həyatı və Nərgizin misilsiz gözəlliyini tərənnüm edən, onun sədaqətini və mətanətini tərif edən qız çiçəklərə diqqətlə baxmağa başladı. Nərgiz onların sevimli rəfiqəsi idi. Qız çiçəklər onunla fəxr edir, ona tərif qoşurdular. Onlar yenicə işıq üzü görmüşdülər ki, Nərgiz mahnını kəsib öz rəfiqələrindən soruşdu. Sabahınız xeyir, əziz rəfiqələrim. Siz hamınız sağ-salamatsınızmı? Bizim bağçalarınızı bəzəmək istəyirsinizmi? Heç bir qüvvə bizi məhv edə bilməz. Nə boran, nə xorud bizə qalib gələ bilməz. Qızıl gül dilləndi. Bizim bağımız dirçələcəkdir. Biz baharı çiçəkliklər arasında qarşılayacağıq. Qoy düşmənimiz məhv olsun. Sən isə Nərgiz, bizim böyük bacımız ol. Novruz gülü dedi. Qoy şər qüvvələri yer üzündən yox olsunlar. Bizim bağlarımızdan çıxıb getsinlər. Bizim vadilərimizdən rədd olsunlar. Baharın həyat verici şəbnəmləri bizim yarpaqlarımızı islatsın. Düşmənimiz məhv olsun. Bizim bağımız yenə yaşıl giyəcəkdir. Qalxın, bir yerə toplaşın, əziz rəfiqələrim. Bizim xoşbaxt və şad olmağımızı istəyənləri sevindirin. Bayaqdan bəri gözlərini qızlara bərəldən xorud, az qala qəzəbindən kör olacaqdı. Onun qara qəlbi acığından və paxıllığından od tutub yanırdı. Yerdən başlarını qaldıran çiçəklərin parlaq gözəlliyi xəncər kimi xorudun ürəyinə sancıldı. Qızların fərəhli, incə nəğməsi xorudu taqətdən saldı. Onun özünə xoş gələn şadlığını pozdu. O yer üzündə bütün həyatı məhv edə bilmədiyini görüb, qudurdu və yenə çiçəklərin üstünə düşdü. Onu görən kimi çiçəklər dərhal yenidən yerin altında gizləndilər. Xorud qəflətən qayıtdığı üçün təkcə Nərgiz gizlənə bilməmişdi. Nərgiz
Qara ölümlə əlbəyax oldu. Lakin onun qüvvəsi tükənirdi. Gözlərinə qaranlıq kökürdü. Nərgiz taqətdən düşüb yerə əyildi. Bunu görən Xorud şadlığından qızın üstündə qəhqəhə çəkdi. Onun kobud səsindən qızın ürəyi titrədi. Nərgizin qara gözləri yaşla doldu. Xorudun ilan dişi kimi zəhərli dili ağaca, çiçəyə, ota bir sözlə nəyə dəyirsə, hər şeyi zədəliyib məhv edir. Hər şey bir an içində quruyub tələf olur. Xorud öz zəhəri ilə Nərgizin ətrafında olan hər şeyi məhv etmişdi. Otların yaşıllığı, çiçəklərin təravəti, Nərgizin ətrafında olan hər şey məhv olmuşdu. Elə bu vaxt Xorud boz üzünü qıza yaxınlaşdırdı. Zəhərli dişini ona tərəf uzatdı. O Nərgizin dodaqlarına toxunar toxunmaz onu məhv etməli idi. Lakin qasırğanın vıyıltısı onu dayandırdı. Xorud geri çəkildi, qulaq asmağa başladı. Dağların yamacında, dərin dərələrin üzərində ıldırım şaxıdı. Qara bulutların içərisindən şimşəklər oynadı. Yer də, göy də gürültüdən lərziyə gəldi. Qasırğa yerə yıxılmış, taqətdən düşmüş Nərgizə nəzər salıb, lütfükarcasına Xoruda bağırdı. Çox sağ ol, böyük pəhləvan. Sənin qələbələrin məni sevindirir. Var ol. Sən taun kimi yenilməzsən. Sən nə istəsən edəcəyəm, yerinə yetirəcəyəm. Çiçək mi, yoldaş mı, rəfiqə mi lazım olsa, kimi istəsən sənə verəcəyəm. Sənə düzünü desəm, qorxmaz qasırğa. Mən bir şey istəyirəm. İstəyirəm ki, yeryüzündən bağların, bağçaların yaşıllığı silinsin. Çünki bu vaxta qədər yarpaqlar yanıb tökülürdü. Budaqlar quruyurdu, lakin köklər salamat qalırdı. Və mən gedən kimi həyat yerdən uyanırdı. Mənə kömək elə, bu həyat köklərində məhv edim. Bir də bu yerlərdə heç bir şey dirçəlməsin. Həmişəlik buralar səhraya çevrilsin. O vaxt biz bu yerlərdən üzücülər çıxıb gedər. Qasırğa razı oldu. Onlar öz qüvvələrini birləşdirərək quduz rəqslərindən sonra həmin vadidə yenidən dirçələn hər şeyi məhv etməyə başladılar. Xorud bütün torpağa öz zəhərini çilədi. Qasırğa ətrafdakı bütün təpələrə, vadilərə odlu ildırımlar göndərdi. Sarsıdıcı şimşək zərbələrini işə saldı. Torpaq lərzəyə gəldi. Şiddətli yağışlar yağdı. Coşqun sellər tarlaları bürüdü. Dəli qüvvələrin bu özbaşnalığına sevinən qasırğa və Xorud yandırılıb yerlə yeksan edilmiş bağçada və çiçəklikdə yerə sərilən gücsüz, taqətsiz Nərgizə yaxınlaşdılar. Onun öldüyünə sevindilər. Ölümün həyata qalib gəldiyini görüb qəhqəhə çəkdilər. Nərgizin işıqlı gözləri örtülsə də, onun ürəyi döyünürdü. Onun oynaq qaşları çəkdiyi əzablardan əyilsə də, həyatın ölməzliyinə olan inamı bütün əziyyətlərə dözmək üçün ona qüvvət verirdi. Çünki həyat və məhəbbət minlərlə maniyələrə üstün gələ bilir. Minlərlə imtihanlardan və sınaqlardan çıxır. Yüzlərlə,
minlərlə qurbanlar bahasına məqsədinə nail olur. Mübarizədə qalib çıxır. Şərin və ölümün qara qüvvəsinə üstün gəlir. Mübarizədə məhrumiyyət və istirablar olur. Lakin qələbədən doğan sevinc də olur. Həyat yenilməzdir və bu mübarizənin bəhrəsidir. Nərgiz ölmədi. Onun qəlbi döyünürdü. Onun sinəsi nəfəs alırdı. Qasırğa və xorud bunu görüb, onu öldürmək üçün geri qayıtdıqları zaman Nərgiz çığırdı. Hey arılar hökmüdarı bambuz, köməyimə gəl! Soyuğun, ayazın, şaxtanın hökmüdarları heç bir vaxt arılar gələndə bu yerdə görünməyə cəsarət etməzdilər. Təkcə Nərgizin arıları köməyə çağırması, qış pəhlivanlarını, bu amansız zalimləri dəhşətə saldı. Arı tək uçub gəlmir. Onlar 100 minlərlə, böyük dəstələrlə, sürətlə uçub gəlirlər. Onlar özlərinin zəhmətkeş həyatına qəsd edən hər kəsi sancmağa hazır olurlar. Onlar milyonlarladır. Onların hamısı bir məqsəd güdür. Hamısı bir iş görür. Yorulmaq bilmir. Lakin onları incitdikdə hamısı amansız olur. Qasırğa başa düşdü ki, o belə bir qüvvənin qarşısında dura bilməz. Lakin o qorxduğunu büruzə vermək istəmədi. Yenə də Nərgizin üzərində bağıraraq onu qorxutmağa çalışdı. Sənin taleyin mənim əlimdədir. Səni yalnız mən istəsəm məhv edərəm, istəsəm bağışlaram. Sən özün bugün mənim gücümü gördün. Mən istəsəm çaylar tərsinə axar. İstəsəm dənizlər bütün yer üzünü basar. Bütün bəşəriyyət boğulub məhv olar. Mən elə bir dolu yağdıraram ki, bütün yer üzü buz bağlar. Bax, mənim gücüm belədir. Lakin mən, gözəl qız, səndən bir şey istəyirəm. Mənə rəhm et. Əgər sən mənim bütün ömrüm boyu səninlə dost olmağıma razılıq versən, dünyanın bütün sərvətlərini sənə bağışlaram. Səni qızıla tutaram. Nərgiz gözlərini açdı. O qəzəblə qasırğanın dəhşətli üzünə baxdı. Qasırğa qızın nifrət dolu baxışına, aydın məğrur simasına tab gətirmədi və acizlikdən titrəməyə başladı. Sən ölüm toxumu səpirsən. Mən isə həyat. Həyat həmişə ölümlə mübarizə edir. Mən də həmişə səninlə mübarizə edəcəyəm. Qasırğa belə kiçik, zərif bir çiçəyin bu qədər dözümlü olduğunu gözləmirdi. O qızın dediklərinə tabe ola bilməzdi. O çoxdan bəri tabe olmağı yaddan çıxarmışdı. Odur ki, yenidən Nərgizə hədə qorxu gəldi. Razı ol, yoxsa... Yox, məndən razılıq gözləmə. Nə üçün? Mən ki sənə dedim, ölüm carçısı. Sən mübarizə üçün hardan qüvvət toplayacaqsan? Bunu düşün, həyat carçısı. Mənə kömək edərlər. Dostlarım mənim qüvvət bulağımdır. Bu tükənməyən, qabağı alınmayan bir bulaqdır. Mən istəsəm hər bulaq donar, buz bağlar. Yox, minlərlə dostlarım axışıb gələr, məni müdafiə edər və belə bir canlı axını heç bir qüvvə dondura bilməz. Arıları gözləyirsənmi? Onu bil ki, arılar hökmüdarı ölmüşdür. Yalan deyirsən. Onu mən öldürmüşəm. İnanmıram. Səni də öldürərəm. Əqlini başlayıq. Özünə yazığın gəlsin.
Mən öz məhəbbətim yolunda canımdan keçərəm. Heç uf demərəm. Sən hər bir məhəbbətin düşmənisən. Çünki sən həyatın düşmənisən. Mən isə çiçəkləyirəm ki, həyat qalib gəlsin. Sən bizə taun və ölüm gətirirsən. O dözmədi. Yenidən qara bulutları harayladı. Yenidən ıldırımlar şaxıyıb şimşəklər oynadı. Bağlar və vadilər zülmətə qərq oldu. Uzaq dağlarda, çiçəklər arasında öz sevgilisini axtaran Bambur, Nərgizin iniltisini eşitdi. O başa düşdü ki, qıza bədbəxtlik üz vermişdir və tez onun yanına uçdu. Bambur dağların üstündən uçdu. Onun qarşısında zülmətə bürünmüş, üstünü qara bulutlar örtmüş, geniş vadi uzanırdı. Hər yanda ölü bir sükut hökm sürürdü. Taptalanmış, sındırılmış budaqlar torpağa qarışmışdı. Qoparılmış qönçələr, solğun yarpaqlar. Bambur, sevimli Nərgizin gözəl vətəni olan bu çiçəkli vadini tanıyırdı. Bir zamanlar o burada budaqdan budağa uçar, hamıdan öz Nərgizini soruşardı. Təbiyyət onun məhəbbətinə qarşı amansız idi. Bahar öz çiçəklənmə dövrünə qədəm qoyanda, bütün çiçəklər açılanda, şirə dalınca Bambur bura uçub gələndə, Nərgiz çiçəklərini tökər və yerin altına çəkilərdi. Heç vaxt onun çiçəklənməsi arıların uçub gəlməsinə təsadüf etməzdi. Bu dəfə də belə oldu. Sevdalı Bambur uçub gəldi, ancaq Nərgizi görmədi. O bilmirdi ki, indi Nərgizi harda axtarsın. Onu kimdən soruşsun, kimdən kömək istəsin? Kim onun dərdini başa düşəcəkdi? Bambur bütün gün kimsəsiz xarabalıqlar üzərində uçdu. O əldən dildən düşüb, qara bir daşın üstündə oturdu və sevimli Nərgizi axtararkən başına gələnləri bir-bir yadına salmağa başladı. İllər ötüb gedir, o isə axtarırdı. Hər yerdə Nərgiz haqqında eşitsə də, heç yerdə onu tapa bilmirdi. Uzaqlardan kədərli və həzin bir nəğmə eşidildi. Bəlkə bu bir qız idi. Qasırğanın və xorudun əlindən əzab-əziyyət çəkib ağlayırdı. Bəlkə bu cavan bir oğlan idi. Öz sevimli can sirdaşının ölümündən kədərlənirdi. Bəlkə də bu yağışa, soyuğa düşmüş çiçəklərin şikayəti idi. Ya da Nərgizin rəfiqələri həyat üçün, işıq üçün, məhəbbət üçün mübarizəyə qalxışıb, bir-birini qələbədən ötürü birləşməyə çağırırdılar. Bambur, yer üzündə bütün dərdlərin və bədbəxtliklərin səbəbinin kim olduğunu başa düşdü və öz kədəri, öz qəzəbi haqqında belə oxudu. Vəfalı Nərgiz, canım, ürəyim, hardasan, harda ilk yaz çiçəyim? Göz yaşı töküb gəzirəm səni, gəl eşit barı qəlbim deyəni. Hay ver sevgilim, eşqimin gözü, möhkəmdir inan qəlbimin sözü. Səsimə səs ver, düşməni qıraq, tikanımızla gözündən vuraq.
qasırğa, xorud coşsa da hər an, verməyək əsla onlara aman. Vəfalı Nərgiz, canım, ürəyim, hardasan, harda, ilk yaz çiçəyim. Vəfalı Nərgiz, canım, ürəyim, hardasan, harda, ilk yaz çiçəyim. Göz yaşı töküb gəzirəm səni, gəl eşit barı qəlbimdə yəni. Pay ver sevgilim, eşqimin gözü, möhkəmdir inan qəlbimin sözü. Sesime ses ver, düşməni qırar. Sesime ses ver, düşməni qırar. Tikanımızla gözündə vurar. Qasırğa korucu sadıran, verməyə gəsla onlar aman. Vəfalı Nərgiz, canım, ürəyim, hardasan, harda, ilk yaz çiçəyim. Vəfalı Nərgiz, canım, ürəyim, hardasan, harda, ilk yaz çiçəyim. Bamburun nəğməsi əzab çəkmiş çiçəklərə ürəkdirək verdi. Onların başları dikəldi. Əvvəlcə gözəl lalə göründü. Onun gözləri şeh damlaları kimi parıldayırdı. Onun təbəssümündə öz rəfiqələrinə incə bir məhəbbət duyulurdu. Onun arxasınca ağ ipək geyinmiş qızıl gül ayağa qalxdı. Onun sırğaları şəffaf almaslardan idi. Ağ üzü ayın parlaq üzünə bənzəyirdi. Onların dalınca işıq, məhəbbət, sevinc yayan qız çiçəklər gəlirdi. Bahar vadisi onların bərq vuran gözəlliyindən işıqlanırdı. Elə bil ki, Nərgiz də onların arasında çiçəkləyir. Çiçəklərin üstündə alova bənzər, zəfəran rəngli parıltılar qaçışırdı. Bu onların çəkdiyi istirabların şöləsi idi. Nərgiz çiçəklər arasında yox idi. Onlardan uzaqda Nərgiz qasırğanın və xorudun hədələrindən qorxmayaraq, tutduğu yoldan geri dönmədən məhəbbət oduna yanırdı. Bambur isə Nərgizi qızlar arasında tapmadı və qızların salam pıçıltılarını eşidəndə qəm dəryasına qərq oldu. Lalə dedi: Biz xoşbaxtıq ki, Bambur, səni görürük. Biz xoşbaxtıq ki, əziz qonağımız gəlib çıxdı. Bütün başqa çiçəklər də ona xoşbaxtlik arzuladılar. Uğur olsun dedilər. Bu xoş sözlər üçün Bambur qızlara təşəkkür etdi. Qız çiçəklər isə oxudular. Var olsun həyat, odlu məhəbbət, dinclik, sədaqət, yarsın nəğməmiz düşmən bağrını. Dostlar bilməsin acı ağrını, var olsun həyat, odlu məhəbbət, dinclik, sədaqət. Yazın
Çəmənlərdəki çiçəklər bu mahnını eşidib oynayırdılar. Quşlar qanadlarını açıb yenidən oxuyurdular. Onların nəğmələri bir-birinə qarışır, birliyi, dostluğu tərənnüm edir və hamını tək deyil bir yerdə öz dinc həyatlarını düşmən hilələrindən qorumağa çağırırdı. Onlar Nərgizin və Bamburun məhəbbətini, çiçəklənən bağların dincliyini, sakitliyini tərənnüm edirdilər. Onların nəğməsi belə bir andla qurtarırdı. Qasırğa və xorud yer üzündə həyatı vadilərdə dincliyi, çiçəklərin və arıların məhəbbətini məhv etmək istəyirdilər. Onlar öz öldürücü zəhərlərini bizim bağlarımıza çilədilər. Şiddətli yağış və dolu yağdıraraq bağçaları, əkinləri yerlə yeksan etdilər. Bütün bunlar üçün biz intiqam alacağıq. And içirik. And içirik. Bizim mübarizəmiz şanlı qələbə ilə qurtaracaqdır. Sevənlər hicran çəkməsəydi, məhəbbət də olmazdı. Mübarizə olmasaydı, biz qələbə sevincinin nə olduğunu bilməzdik. Həyat mübarizəsiz ötüşmür. Çünki qələbəni yalnız mübarizə ilə əldə etmək olar. Mübarizə əzmində olub, çarpışmaq üçün birləşmiş dostlar, ətrafdakı tarlalara və bağlara, kədərli mənzərəyə, ölü düzlərə, şər qüvvələrin coşqun basqınlar etdiyi yerə nəzər saldılar. Dağların döşündə zərif çiçəklər, sərin meh əsdikcə daha titrəmir. Sıx bənəfşələrdən yaranmış mavi məxmər daha nəzərləri oxşamırdı. Hər yerdə yalnız cansız yarpaqlar saralır, bitkilərin quru gövdələri qaralırdı. Bütün vadiyə dirilik suyu verən bulaqlar qurumuşdu. Çayların məcralarında bir damcı belə su qalmamışdı. Heç yerdə əvvəlki həyatdan əsər əlamət yox idi. Çiçəklər və quşlar bütün gecəni oyaq qaldılar. Bütün gecəni yalvarıb günəşin çıxmasını arzuladılar. Ey günəş, tez çıx, zülməti parçala, qarları ərit, donmuş torpağa hərarət ver, torpağa güc ver, qüvvət ver, bizi mübarizəyə qaldır. Dan yeri sökülməyə başladı. Hava işıqlaşanda hər şey parıldayırdı. Günəş özünün şəfa verici qızılı tellərini hər tərəfə yayır, soluxmuş hər bir yarpağa, qurumuş hər bir budağa, hər bir zoğa, tumurcuğa, pöhrənə öz ılıq nəfəsini toxundururdu. Torpaq yenidən oyanırdı. Yerin altından yaşıl otlar boylanmağa başladı. Budaqlarda tumurcuqlar göründü. Təzə yarpaqlar açıldı. Bitkilərin gövdələrində həyat şirəsi hərəkətə gəldi. Bahar küləkləri dağların başından enib gəldi. İlk çiçəklərin ətri ətrafı bürüdü. Daşların arasından dumduru sular sızmağa başladı. Bulaqlar yenidən cana gəldi. Qaynaqların suyu şırıldadı, çayların məcralarındakı daşlar suların altında qaldı. Təbiyyət dirçəldi, vadinin gözəlliyi dirildi, quşlar baharın gəlişinə sevinərək aramsız oxudular. Çiçəkliyin ortasında, ta qədimdən qalmış böyük daşın üstündə qəribə bir çiçək bitmişdi.
Bu bahar çiçəklərindən ən tez açılanı Pirimula idi. O əyninə zərif, kəhrayı köynək, uzun mavi tuman geymişdi. Köynəyinin ətəyinə və yaxasına sanki əlvan ləşəklərdən naxış çəkilmişdi. Onun parlaq, qırmızı papağı kiçik bir ulduz kimi parıldayırdı. Pirimula mehriban baxışlarla çiçəkliyə nəzər saldı. Öz rəfiqələrini gördü, onların müsibətini başa düşdü və çiçəkliyin dinc həyatını pozan zalimə hiddətləndi. Əgər onun gücü çatsaydı, zalimi bir anda məhv edərdi. Bütün dünyanı onun zülmündən qurtarardı. Çiçəklər başa düşdülər ki, Pirimula da onlar kimi qəzəblənmişdir. Çiçəklər onu dövrüyə aldılar. Bambur Pirimulanın yaxınlığında əyləşdi. Onun öz rəfiqələrinə dediklərinə qulaq asdı. Gəlin qovaq baxşamızdan fəlakəti uzağa, gəlin yuyaq tozu, çirki, nur çöksün hər yarpağa. Nə qasırğa, nə də xorud qorxutmuyur heç bizi. Onlar çıxıb getməsələr, zülmət olar yer üzü. Gəlin biz də sıx toplaşaq, bənziyək ulduzlara. Onlar gecə sayrışanda, zülmət çəkilir dara. Əgər dostlar, biz bir olsaq, qalmaz işıq həsrəti. Ulduzlar da bir olanda parçalayır zülməti. Qasırğa bu mahnının mənasını başa düşdü, özünə arxayın halda güldü. Məhv eləmək istədilər qasırğanı çoxları, xam xəyallar baş tutmadı, boşa çıxdı oxları. Çoxu bezib həyatından üstümə çəkdi həmlə, indi saman küləş gəlir çarpışmağa mənimlə. Oh
indi saman güreşlerim sen kısmadan benim ölüm. Xorud dedi, mən onlara zəhər verib, azar qırğın salaram, bircə anda kül elərəm, yaman qisas alaram. Ben onlara zəhər verib azar qırğın salaram. Ben onlara zəhər verib azar qırğın salaram. Bir canda kül eylərəm, bir canda kül eylərəm, yaman qisas alaram. Bizi aciz bilməyin heç, əyilmərik düşmənə. Xorud çovğun qırdı bizi, dirildik, durduq yenə. Ləkəyim açılanda, zülmətdən çıxar hər yan, düşmən mənə tab gətirməz, qaçar dala baxmadan. Mən ətrimlə insanların həyatını bəzərəm, ləkəklərim açılanda sinələrdə gəzərəm. Aciz deyil, həyalıyıq, basılmarıq düşmana, hər kəs umsa gülümüzdən tez ilişər tikana. Qalxın dostlar, əyilməyin, dağ tək möhkəm durun siz, heç bir düşmən bata bilməz, sıxlaşdıqca cərgəniz.
Hər bir çiçək yaxınlıqda bitmiş digər çiçəkləri xatırlayırdı. Onların gövdələri bir-birlərinə tərəf əyilirdi. Sarı nərgiz, solmaz gəncliyin timsalı olan əfsanəvi yavun, primulalar, lalələr, qızıl güllər və bənəfşələr bir-birlərinə bağlaşdılar. Bir-birlərinə dayaq olaraq günəşi qarşılamaq üçün yuxarı boylandılar. Əfsanəvi yavun göründükdə elə bil günəş çıxdı. Çünki onun qırmızımtıl papağı par-par yanırdı. Yavun dedi: Mən sizin yanınıza bağların çiçəklərindən, vadilərin və yamaçların çiçəklərindən, meyvə bağlarını bəzəyən alma, badam, şaftalı, nar və ərik ağaclarının çiçəklərindən qonaq gəlmişəm. Onların hamısının gücü məndə toplanmışdır. Adamlar çiçəklənən gəncliyin rəmzini çəkmək istədikdə, düzəltdikləri şeylərin üzərində mənim əksimi yaradırlar. Gözəl qız, arılar ən ətirli balı sənin ləçəklərindən çəkirlər. Əziz bacılarım, siz çiçəkləyəndə bizim bağda göz qulaq olurlar. Sizin çiçəkliklərdə nəğmələr eşidilən kimi meyvə ağaclarının qönçələri açılır. Siz ilk baharın səsisiniz. Siz bizim aramızda ilk çiçəklərsiniz. Burada qasırğa qudurğanlıq edəndə, qəddar xoruz sizə zülm edib əzab verəndə, bizim bağlarımız dinməzcə sizin oyanmanızı gözləyirlər. Çünki biz bilirik ki, həyat ölməzdir. Yavunun məxmər kimi yumşaq səsi işığa doğru boylanan çiçəklərin nəğməsinə qarışdı. O mübarizədə mətin olmaq haqqında oxuyur, şər qüvvələr üzərində qələbə çalınacağını vəd edirdi. Bu bir qəhrəmanlıq nəğməsi idi. Dostluq sayəsində birləşən və öz çiçəkli dünyasının düşmənlərinə nifrət edən yiğit mübarizlərin nəğməsi idi. Nəğmə oxuyanları ruhlandırırdı. Qız çiçəklər qasırğaya və xoruda istehza edərək oynayırdılar. İndi biz buradayıq. Hamımız bir yerdəyik. İndi bizim üstümüzə hücum edin görək. Əgər buna cəsarət etsəniz, özünüzü gözləyin. Bunu eşidən qasırğa və xorud çapalayaraq, uluyaraq vəhşi kimi çiçəkliyin gözəl yavun çiçəyinin üstünə cumdular. Lakin sıx birləşmiş bitkilərin gövdələrini parçalayıb dağıtmaq üçün onların gücü çatmadı. Onlar taqətdən düşür, çiçəklik isə müqavimət göstərirdi. Canilər ilk dəfə özlərinin acizliyini başa düşdülər və buna görə də özlərini itirdilər. Əgər onlar bir də dinc bağçaların üzərinə basqın etsələr, çiçəklər bütün basqınlardan sonra yenidən ayağa qalxacaq. Şər qüvvələri isə dağılıb havaya sovrulacaq. Bahar şəfəqlərindən əriyən qar kimi puç olacaqlar. Qasırğa və xorud dişlərini qıcıyaraq sürünə-sürünə çiçəklikdən uzaqlaşdılar. Onların qəzəb dolu gözləri yumuldu, başları yerə dikildi. Onlar özlərini günahsız göstərmək istədilər. Lakin onların bu riyakarlığına inanan ola bilərdimi? Axı heç kəs onların bu yerdə biraz əvvəl törətdikləri cinayətləri unuda bilməzdi. Onlar yerə sərildilər. Sanki torpağa girmək istəyirdilər. Özlərini bu qədər sərbəst hiss etdikləri, hökmüranlığa və ağalığa alışdıqları bu yeri tərk edə bilmirdilər. Onlar taqətsiz halda uzanmışdılar. Necə gücdən düşdüklərini hiss edirdilər. Sanki torpaq özü onların əvvəlki gücünü sorur, canına çəkirdi. Çiçəklər onları dövrüyə aldılar və biraz bundan əvvəlki azğınlar çiçəklərə təslim oldular. Quşlar kölgə kimi qaralmış, məğlub edilmiş düşmənlər üzərindəki qələbəni tərənnüm edən mahnılarla uçub gəldilər. Həyat qalib gəlirdi, məhəbbət şadlıq edirdi,
Din çiçəklər ölkəsi üzərinə bahar gəlirdi. Quşlar oxuyurdular. Qızlar isə onlara nəğmə ilə cavab verirdilər. Bahar vadisi, yerin alt qatlarından ışığa doğru qalxan əziz, mehriban nərgizin qarşısında göz işlədikcə uzanır. Cavan gəlinə cehiz vermək üçün mahir bir tikməçinin naxış vurduğu əlvan süzəniyə bənzəyirdi. Əvvəllər heç vaxt nərgiz bu qədər boybuxunlu, bu qədər bəxtəvər olmamışdı. Ətrafda hər şey onu fərəhləndirirdi. Fəlakət ötüşmüş, zalimlər məhv olmuşdu. Sərin külək saysız hesabsız çiçəkləri rəqs etdirirmiş kimi titrədirdi. İlk dəfə bu gecikmiş bahar çağında Nərgizin ən böyük arzusu yerinə getdi. O arılar çiçəklərin üstünə uçub gələndə çiçəklədi. Bambur da onu görüb tapdı. Bütün güllü çiçəkli vadi boyunca toy süzənisi yerə sərilmişdi. Bütün əziyyətlər keçib getmişdi. Şən bambur, şux nərgizin qabağında diz çökmüşdü. Güllü çiçəkli vadiyə saadət gəlmişdi. Bahar gələndə çiçəklər açır, parlayır günəş, qaranlıq qaçır. Bahar da gəldi, açdı çiçəklər, bu dinc diyarda güldü diləklər. Bahar gələndə çiçəklər açır, çiçəklər açır. Parlayır günəş, qaranlıq qaçır, parlayır günəş, qaranlıq qaçır. Bahar gələndə çiçəklər açır, bahar gələndə çiçəklər açır. Baharda geldi, baharda geldi, açtı çiçekler, açtı çiçekler. Bu dinç diyarda güldü dilekler, bu dinç diyarda güldü dilekler. Bu dinç diyarda güldü dilekler.
Siz Şərəf Rəşidovun Kəşmir mahnısı povestinin radyo kompozisiyasını dinlədiniz. İştirak edirdilər Hökümə Qurbanova, Leyla Bədirbəyli, Sofiya Bəsirzadə, Əjdər Sultanov, Sadıq Salih, Sadıq Hüseynov və Səadət Zülfüqarova. Aparıcının sözlərini Aydın Qaradağlı oxuyurdu. Mahnıları Flora Kərimova və Anatollu Qəniyev ifa edirdi. Əsər 1959-cu